Sevdi heyvanın qısa ətəyi, biz ona yufka deyirik də, tənqid olundu. Mən də gördüm, amma yaraşıqlı axı Sevdiyə. Əzizlərim, siz ümumiyyətlə nə istəyirsiniz? Əri yanında, uşaqları yanında. Siz o soyunanlardan danışın, o biabırçılıq, arxaları, restoranda hansı ağızlarına gələni danışırlar, dodaqlarını irəli verirlər, güya nəsə yeyirlər. Gedin onlardan, kişinin, qızının əri, bir şey, həkim. Özü Sevdə xanım, sizin ərinizi mən çox istəyirəm ha. Çox gözəl insandır, çox gözəl həkimdir. İndi ərini tapacam adına, adı yadımdan çıxdı. Yadımdan çıxdı. Demək Sevdə xanım ailəsi ilə birlikdə Türkiyədə olub, istirahətdə olub. Bir geyimi, mən də gördüm belə qısa ətəkdə idi. Belə gəldi, qızların da əlindən tutdu, yaxınlaşdı. Təbii ki, həyat yoldaşı onu uzaqdan çəkirdi. Amma yaraşırdı, ayaqları düz, normal, uzun. Mən düşünürəm, yox, ümumiyyətlə heç düşünməyə də lazım deyil. O özünü kimə göstərir? Ancaq ərinə göstərir də. Həyat yoldaşı çəkir onu da. O başqaları kimi restoranda arxasını çevirib 3 saat arxasını belə titrədimir ki, o suyun arxasını, qoyulma arxasını o restoranda olan kişilər ya sosial şəbəkədə olan kişilər tez onu axtarsın, onu pul xərcləsin, harasa aparsın. Həyat yoldaşı çəkib, əcəb də eləyib. Yoldaşı da çəkir, çox gözəl də yaraşırdı sizə Sevdə xanım. Qısa ətək sizə çox yaraşırdı. Yəni reaksiya verib də insanlar, yazıblar. Ay Sevdə, bu nədir? Sənin ərin hara baxır? Həkimdir, yoldaşın azından irad tutmalıydı sənə. Niyə görə? Əzizlərim, yenə də deyirəm, Sevdə xanım həyat yoldaşının yanındadır, dincəlirlər Türkiyədə. Çəkib onu, əcəblib, həyat yoldaşı çəkib. Restoranda özünü göstərmir ki, ayaqlarını çöldə qoymayıb ki, nə bilim arxasını, nəyini. Gedin, siz mübarizəni bilirsiniz kimlə aparın. Başqalarının ərini oğurlayan və geyimlərlə gündəmdə olmağa çalışan, özlərinə kişi axtaran bəzi elə evli qadınlara da, subay qadınlara da deyirəm. Bu dəqiqə tökülüşüblər Bakının, paytaxtın küçələrinə və restoranlarına.